Bütün Azərbaycan ziyalıları, Azərbaycanı düşünən insanları, sağlam əqidəli, həyata baxışı normal olan, cəmiyyətin bu gedişində deyək ki, müəyyən dərəcədə neqativləri doğru təhlil edən insanlar sosial şəbəkə üzərindən cəmiyyətin Özünə lazım olanı götürəcəyi aydındır. xidmət eləyən cəsarətli addımlar atmalıdır. Sadəcə bir çoxları bu cəsarətdən məhrumdular. Bir çoxları da müəyyən dərəcədə o söylədiyim kimi biraz kütlənin xoşuna gəlmək, mən hərdən bu dəfələrlə söyləyirəm. Ümumiyyətlə bir ziyalının bütövlükdə kütlənin xoşuna gəlmə deyə bir xəstəliyə tutulmasından təhlükəli heç nə yoxdur. Bir müəllimin auditoriyanın xoşuna gəlmək deyə xəstəliyə tutulmaq. O müəllim fayda, bizim müəllimlər vardı. Hamı xoşlayırdı ki, gəldi. Deyirlər ki, siz söhbət eləyin, zəng vurulacaq, çıxıb gedərsiniz. O müəllim bizim evimizi yıxdı. Amma biz o müəllimi hamı xoşlayırdı. Amma bir dənə bizdən tələb edən müəllimi sevmirdik. Sevmirdik ki, bu imtahanda belə sual ver. Yaxud da biz indi dissertasiya müdafiə eləyəndə biri deyir ki, müdafiə elə. Deyir, orada bir belə də nədə axı, pis bir professor var. Durub mənə elə sual verdi ki, o birilər sağ olsunlar, heç biri sual verməlidir. Əksinə o birilər sağ olmasınlar. Hamı sual verməlidir ki, sən bu ada layiqsən ya yox. Sən yalandan elmlər namizədi filan diplomu alıb sonra nə edəsən? Hansı auditoriyaya girib normal söz deyəsən? Hazırlığın yoxdur axı. Özünə güvənirsənsə, əslində orada meydan sula, denən ki, mənə xahiş edirəm suallarınızı verin, mən cavab vermək istəyirəm.